Ay qız heç bilmirəm hansı suşini seçim. Zəhrim gedir suşidə. Yoxsa şəklini çəkəcəm də gicdir. Ana xanım məsləhət görərdim dragon suşini seçəsiz. Niyə? Çünki dragon sushi seçsəniz Instagramda X-Pro effektindən çox bomba ləzzətli alınacaq. Ana davacı da dragon. Deməli durursan bir gün avtobus dayanacağa çata-çatda. Düşməyə hazırlaşırsan. Və 20 qəpiyi uzadırsan sürücüyə. Yanındakı isə soruşur. Xanım düşürsüz? Yo, mənim havamda çalınan şaloxu durdum oynamağa. Sən. Smiley. Ömrümüzə paz olan Smiley. Güldüm. Ürək. Aman deyin dostunuza, sevgilinizə Smiley-siz heç nə yazın. Sizi rəsmən düşmən bilir. Smiley-siz Facebook'a status yazır. 4 nəfər inbox, 5 nəfər də zəng. Nə olub baka? Azar ol. Görüşdü. Nə dedi? Qəşəngdir. Maşını var. İşləyir. Harda? Maaşı nə qədər? Bəs papası, maması bilir. Qardaşı fikri ciddi alacaq. Başqa nə dedi? Sevir. Bəs sən mumun bilir. Vəzifəsi yaxşı. Qohumları kim? Şəklin göstər. Ya sana nə? Az qafamı oxuyarkən mən sevgiliniz var. Bitmədiniz. Жирная, некрасивая, уродская тупица ты. Ay, kıyamam. Çox şirin qız. Mən başqa ölkədə əsla yaşaya bilməm. Orada idman zalına getsəm qızları idman geyimində görəcəm. Buna mənim psixoloji durumum hazır deyil. Qurban alaram makyajlı, qırqızıllı, pirçoskalı, dərli idmançı qızlarımız. I think I left the love of my life behind in Casablanca. Justin Bieber'ın Facebook fan page'inde olan şer. Oh my god, Justin, I love you. You're so cute and amazing. Və Üzeyir Mehdizadənin Facebook fan page. Üzeyir, sevirəm dərsə ilk kommentdən sevgi inansan. Ayma, mən evdə qalacağım. Evdə niyə qalırsan? Mən birdən ki də hansısa qızım evdə qalır. Qabaqda toy zat vardı. İndi toya gedəcəyik. Orada kiməsə sən sıxışdıracağıq. Hərə gedəcəm ayol, hərə gedəcəm. Necə edəcəksən ki? Sənə qəşəng belə plati alacağım, plati. Sarı, qırmızı, zərli. Burada da gül olacaq. Restorana girəndə amma deyəcək, bu kimin qızı də? Saçımda quş yuvası kimi var, belə. Buradan zərlərlə. Frantiski. Hamı deyəcək, Ebru Gündeş budur. Ha, Sezon Aksu gəlib Azərbaycana. Mahnı çalınacaq. Sizdirə düşəcəksən ortaya qırqızılla. Maral. Eşqinə düşdüm maral. Qızdaram söyləyəcəyi paxıllıqda. Toy olacaq yaz. Of! Ay mama, düşəcəm ortaya. Oyna ki oynayasan. Qoyacam şapağı üzündən. Toya gələnə bir dəfə oynayasın. Bütün toyu oturursan yerində. Sən ev qızısın. Sən tərbiyəli qızsan. Hansı ev qızı toyda 2 dəfə oynayır? Mama, bəs məhəlləmizi gəlib soruşsan ki, necə qız? Hamı paxıllıqdan başlayacaq pisləməyə. Narahat olma. Toydan bir gün qabaq məhəllədə iclas eləyəcək. Hamını toplayacaq. Tapşıracaq ki, gəlib desələr necə qız? Bir ağızla desinlər ağır. Ayma, mən necə biləcəm hansı oğlandı? Kül başı var. Oxşamadınız heç birisi mənə fərasətdə. Görürsən ki, toyda hamı onun başına toplanır. Deməli, nəslimizin ən gözəl nümayəndəsi odur. Birinci baxışdan yedin onu yedin. Yemədin evə gəlmə. Urra! Ay camaha! Evə gedəcəm. Sənin anan ölməyib. 6-cı qız da üzərə ver. Sədərə verim. Gedirəm Türk özümə. Maral. Su və Ateş. Son zamanlar dəhşət populyar olan bir kino. Adını çox eşitmişdim. Fikirləşdim ki, mən də gedim o kinoya. Romantik ağlamalı Türk kinosu. Bilirəm ki, onsuz da belə kinolara ağlayan deyiləm. Zal dolu idi ağzına kimi. Ocalı, qadınlı, kişili, arvadlı, uşaqlı hamı əlində popkorn və salfetka ilə oturub kinonu gözləyirdi. Və budur kino başladı. Deməli, yanımdakı qız deyir ki, "Aka, hazırlaş, birazdan ağlamalı yerləri başlayacaq." Okay. 7-ci, 8-ci dəqiqəsindən etibarən başlandı. Ağlaşma, dil demək, bel döydü, rimen döydü, üz cırdı. Zalda oturan hamı ağlayırdı, qardaş. Kişili, arvadlı, uşaqlı hamı ağlayırdı. Mən deyəndə ki, bu millət mazoxistdir, siz mənə inanmırsınız. Madəm bu günə düşəcəksən, niyə gəlirsən axı bu kinoya?
Yox, o kinoya hamı bilərəkdən gəlir. Çünki o kinoda onlar ağlayacaqlar. Hansız da normal həyatda demirsiniz, gülmürsüz, pozitivliyiniz yoxdur. Yolda gedəndə küçədə, Targovada, hər yerdə cəmaatın sifəti bax belədir. Kinoya gedəndə bir komediya seçin. Gülün, 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 gülün. Yox. Biz gedək Türk ağlamalı kinolarda ağlayaq. Özcan Deniz. Gördün necə qızı vurdu. Kız hamiləymiş ki. Əgər sizə də dostlarınız Su və Ateş kinosuna getməyə təklif ediblərsə, ya gedib doğrudan da ağlayacaqsınız. Çünki atmosferə düşəcəksiniz. Öz problemlərinizi yadınıza salacaqsınız. Məcbur olacaqsınız ağlamağa. Ya da sadəcə oturub ətrafa baxacaqsınız. İndi başqa variantın yoxdur. Çox toy kinodur. Toy. Əgər artıq gedib baxıb və o kinoda ağlamısınızsa, onda bu videoya baxıb özünüz görsün. Deməli zəng vurur bir gün sevgilim mənə. Deyir ki, hazırlaş əzizim, axşam gedir restorana. Və budur hazırlıqlar başladı. Manikür, pedikür, qaş, göz, kiprik, ukladka. Yox, ukladka buruq-buruq olsun saç. Saçlarım qara. Yox, bu günləri sarı ol. Ya da qırmızı ol. Əsas odur qəşəng olun. Bugün nə geyinim? Şalvar. Yox, plat. Ayka nə geyinim bu günləri? Saya nə geyinim bu günləri? Maşka, bilmirəm nə geyinim bu günləri. Baba nə geyinim? Oy baba. Baba, mən bugün Güləgildə qalacağam. Yaxşı, zəng vurarsan если что. Gülə, babaya dedim ki, mən bugün sizdə qalıram. Yandırma da tolka. Zəng eləyən olsa necə yatmışam. Zəma göndərdim WhatsApp, baxdım paltara. Geyinim onu. Yox, kök görsənirəm. Hazırlıqlar hələ də davam edir. Epilyasiya. Amma mən qəşəng olmalıyam. Hələ ayaqqabı da tapmadı. Taksilə gedib ayaqqabını Saykadan götürdüm. Və budur mən hazıram. Maşka. Və mənə zəng gəlir. Haycan! Aha hazıram. Oturmuşam səni gəzdirəm. Alınmır. Uşaqlarla sən. Okey. Alınmır səndən! Başınla raptı! Mən əsəbləşmirəm. Yox. Necə əsəbləşmirəm? Spread it across the country. Can we go back? This is the moment. Tonight is the night. Əgər yol gedərkən kimsə sizə siqnal verirsə, bu həmişə patxodun göstəricisi deyil. Ola bilər ki, maşınınız yanayıb, hara sürürsən, görmüsən sən kim prava verir? Nədir? Yolla getsə, kim verir sən o pravanı? Что ты со мной сделаешь? Займусь с тобой сексом. Что? Поподробнее, гадкий мальчишка. Не сдерживай себя. Ты хочешь деталей? Я в машине с людьми. Сейчас не лучшее время для деталей. Мне плевать, что сейчас не время. Хорошо, сейчас. Sərdən ölürəm gülmək. Don't worry, be happy. Sən də mamı rəssaman ol, marihuana çək, regi dinləyin. Bob Marley'nin ən dəli fanatıdır. Ondan sonra sadəcə statuslarda rip yazsaydınız bəs edər. Vallahi artistlik eləmək lazımdır. Yəni məcbur deyilsiz. Mən səni tanıdım da. Təşəkkür edirəm, xoş oldu. Sən o Səriyə xalanın qardaşının nəvəsi deyilsən? Deyirəm də tanıdım səni. Tıngıl uşaq idi. Qaçırdıq ora-bura, tursuqda. Necə böyümüzsən sən val? Please tell me about yourself. My name is Aynur. I am 23 years old. I am a pupil. I am from London. London is the capital of Great Britain. My mama is a teacher. My father is a doctor. I have a cat. There is a book on the table. Is there a book on the table? This is book, isn't it? Burada əlindəki də tatudur. Sorry? Deyirəm, is it tattoo? Yeah, it's tattoo. YOLO. It means you only live once. YOLO. YOLO. Ayo, payatqalı olan səni tatu vurub özünü. Yaxşı olan lomk olmaz, YOLO. Sezələ! Məzələnmə də. Deməli, Tağıyev küçəsi, Tağıyev də bu küçənədir. Tağıyev küçəsində zəlzələdir. Hamımız yığılmışıq. Çəkin, Facebook'a status. Əzməm seçicilərim. Ödənişli vaxtımdır, bilirəm. Platformamız adım yoxdur, işim ancaq qırışmaqdır. Məndən başqa olan bütün namizədləri söyməkdir, dava eləməkdir, provokatorluq eləməkdir. Mənə səs verin. Aynurla gələcək, Nurlu gələcək. Bir girib şəklin yükləyib və yazır. Bugün özümü çox pis hiss edirəm. Çox. Altdan şərhlər gəlir. Pomada və hansı markadır? Nə qəşəng saçınızın rəngi var? Hardan eləmisiniz? Pencə Zaradandır. Bu şəkli effekt hansı proqramdan verirsiniz? Bu yetmə dəstəyi kim verəcək?
Sən sağ ol, sən necə? Salamatçılıqdır, sağ ol. Yavaş-yavaş, çox sağ ol. Can, çox sağ ol. Allah razı olsun. Evdəkilər necədir? Aha, mamaya salamdır. Görüşərik can, görüşərik. Öpürəm. Bu kimdir? Kim? Əziz sürücülər, qar və yağış yağanda gölməçədən və şəpp alsa kimi sürüb keçmək lazım deyil. Yolun qırağında dayanan peşəxodları unutmayın. Pedala basmaqla bütün var-yoxunuzu sıraya dizdirməyin. Axı biz ana bacı dərdi çəkən millətik. Facebookdakı adımı dəyişmək qərarına gəlmişəm. Ancaq ad və familiya çox maraqsızdır. Gəlka, Çolkalı, Aynuş. Bandır, uş maşanı. Vəhşi qaynar Rus pişi. Elmin Facebookda bütün şəkillərdə ingiliscə yazırsan. İngiliscə yaxşı bilirsən? Bəli. Onda gəl ingiliscə danışaq da biraz. Okay, du halbekazın tas. Wilhelm Kastripatı Kostu Schneiser. Afdomusun mu harbusun nahruz bizi. Can, mən də səni sevirəm. Kamera? Yo, indi aça bilmərəm kameranı. İşlərim var. Yo, ben vallahi evdeyim. Yanımda hiç kim yoktu. Ben seni aldatmıram. Ayrıldık. We clawed, we chained our hearts in vain. We jumped, never asking why. I came in like a wrecking ball. I never hit someone. Nelson Mandela. Bir aktörümüz de belə getdi. Ama bir şey de prezident olub. Fərqi nədir? Əsas ölüb də. Nədər öldü o? Əbə biz nağar olsun. En sevdiğim prezidentidir. Bütün dərdimi paylaşırsan, ürəyindən keçən hər şeyi yazırsan. İndən kimi nə düşünürdün, hamısını deyirsən. Boyda mesaj yazırsan. Cavab nə gəlir? Ok. Ok? Ok okdur. Girsin elə ok sənin gözünə. Girsin çıxmasın. Sənəm getməyin. Paul Walker'ın ölümü sayesinde bildim ki sen de mən dostlarımın 99% en sevdiğim aktör idi. Bəs onu həqiqətən də sevənlərə yazığınız gəlmirmi? Paul bilsəydi ki onun ölümü Azərbaycanda trendi olacaq, ölməzdi. Yekə kişisi bəsdir. Leyla, neynirsən? Gələn bəlkə bugün şəhərə çıxaq, harda satıraq. Ayşə ilə sən? Elə hər gün Ayşə ilə sən. Nə qısqanmağı, iştəxlisi var. Hər şey yaxşıdır. Donuz Ayşə. Of Leyla, zəhləm getmişdə. Amma bitti. Yığma day mənə. Hər şey qutardı. Eşitmək sən istəmirəm. Ölmüşəm sənin üçün. Fuad ged o qızlarımın yanına. Bəsdir. 1 saat sonra. Fuad, nə olub? Narahat oldum. Hər şey yaxşıdır. Yoxa beləmirsən. Şaxtaqda olmayanlar şaxtağı tamam başqa cür təsəvvür edir. Düşünürsən ki, hər kəs orada xizəklə əylənir. Amma əslində qardaş o xizək necədir? Handa hazırladı kostyumuna bir yerdə. Sürüb zad eləmirəm. Durub Bakıdan basa-basa bura sürməyə görə gəlməm. Çəkin zad edib şəkil çəkdirib Instagrama qoyub Bakıya qayıdıram. Açıqsın. Eşsən məni? Eşdirəm, mən də qışqırsan səni. Rəşqə, sevsən mən. Alacam sağ. Qaftam soydu. Soyundur. Nədir? Qardaşım. Sevgi yağışda qucaqlaşmaqdır. Nişt. Sən sənin sevənin sevgisindən sevgili olmaqdansa sevgi. Paulo Coelho. Qızlar gəldi gedərdi Burat Veçnidir. Platon. Amma ben demiyorum. Twitter diyor. Çıxıram. Tualetdə neynəyərəm ama? Şəkil çəkdirəm. Az qaldı da всё. Deməli, bütün il boyu heç kimə bu qız şans vermir. Heç kimlə tanış olmur. Heç kimi bəyənmir. İstəmirəm. Fevralın 14-ündeyiz. Bu boyda mesaj yaz. Acı çəkən ürəyim tək bilsəydi ki, necə sızıldayır bu sevgilər günündə. What?